bu insan ət yemir. Uşaq gəlir yanınıza, anası deyir ki, genəldə elə olur bu uşaqlar. Anası deyir ki, mən ət yedizdirə bilmirəm. Və yaxud da ki, pasiyent gəlir yanınıza, vegetariandır, ümumiyyətcə ətlə bir arası yoxdur. Zaten orada metionin az olduğu üçün homostein sintezi getmir. Tamam mı? Bu ayrı. Amma bizə gələnlərin əksəriyyəti bu ən çox uşaqlarda görürük, ət yeməyən uşaqlarda. Amma bir də var ki, homostein ət yeməyinə baxmayaraq da homostein çox aşağı. Çox aşağı nədir? Bir də gücü 2, 3, yəni bu səviyyədə aşağıdır. Çox 4-ün altındadır. Burada isə o pasientlərin detoksuna düşən yük çoxdur deyənə, homostein yazıq kompensator olaraq transsülfürasiya mexanizminə girir. Yəni deyir ki, mən glutationu artırmalıyam, mən taurini artırmalıyam, mən sulfatlaşmanı artırmalıyam ki, detoks getsin. Ona görə bütün gücünü homostein verir hara? Sistein əmələ gətirməyə. Aydın oldu. Sən nə edəcəksən bu sistemi bərpa eləmək üçün? Nəyə gedir? Məqsəd nədir? Taurin sintezi, sulfat sintezi və glutation, düzdür? Deməli, məntiqlə nədir? Mən glutationunu, taurini, sulfatını verirəm, homostein nəfəs alır, artıq steinə getmir, artıq başlayır same sintezinə getməyə. Yəni, işi remetilləşməyə doğru gedir. Detoksa getmir. Aydın oldu? Hə. Elə bir ki, homostein